Salam əziz izləyicilər, gününüz xeyirli və uğurlu olsun. Sizi Kupon 137 ailəsi adından salamlayıram. Bugün yəni 13 Mart'a olan oyunların təxminləri ilə qarşınızdayım. Yalnız bir oyunumuz saat 12 tamamdadır, 14 mat sayılır o da. Başlayaq sözü çox uzatmadan birinci oyunumuza. Birinci oyunumuz Olimpik Marsellə Oser oyunudur. Bu oyuna görə mənim təxminim 2 üstdür. Riski sevənlər Olimpik Marselin qələbəsinə də oynaya bilər. Oserin çünki demək olar 4 oyunçusu zədəli oyunda olmayacaq. Amma həmçinin Olimpik Marselin də 3 oyunçusu olmayacaq. Amma səviyyə cəhətdən, güc cəhətdən Olimpik Marsel Oserdən daha üstündür. Amma yəni biz risk eləmirik. Mən istəyirəm ki, yazdığımız kuponları gətirsin. Ona görə də 2 üst oynayacağıq bu oyuna. Hal-hazırda 1.18 əmsaldır. Keçirik ikinci oyunumuza. İkinci oyunumuz Alaveslə Villarrealdır. Düzdür, La Liga oyunları çox vaxt alt gəlir. 1-5-6 və ya 2-5-6 gəlir. Amma bu oyundan mən sürprizlər gözləyirəm. Məncə bu oyun bol qollu olacaq. Harca 3-4 qol gözləyirəm. Amma yenə də çox riskə getmirik. 1-5 üst atırıq opsiyon oyuna. Riski sevənlər Villarrealın qələbəsini oynaya bilər. Hal-hazırda 1-5 üst, 1-21 əmsaldır. Üçüncü oyunumuz Liga 2-dəndir. Klemen və Po oyunudur. Bu oyundan da bol qol gözləyirəm. Harca 3, 4 və ya 5 qol gözləyirəm. Amma yenə də riskə getmirik. 1-5 üst atırıq bu oyuna. Yəni çalışırıq ki, kuponlarımız gətirsin. Çox risk eləmirik. Amma riski sevənlər, belə deyim də, az məbləğdə pul oynayanlar bu oyuna 2-5 üst oynaya bilər rahat. Əgər 1-2 mat atırsınızsa 2-5 oynaya bilərsiniz, problem deyil. Amma biz belə deyim də, istəyirik ki, kuponumuz gətirsin, tutsun. Ona görə çox risk eləmirik. Ona görə Clermont Po oyununda 1-5 üst atırıq. Hal-hazırda 1.17 əmsaldır. Dördüncü oyunumuz Torino və Parma oyunudur. İtaliya A seriyası. Bu A seriyasında əksər vaxt, çox vaxt oyunlar alt gəlir. Yəni La Liga kimi. Yəni çox vaxt 0-0 qutar oyunlar və ya 1-0 demək olar ki, qol çox az olur. Ona görə Torino Palma oyununa ən salamat 3-5-6 oynamağımızdır. 1.14 əmsaldır hal-hazırda. İstəyənlər 1-5 üstə oynaya bilər. Bu oyunda harca mən bərabərlik gözləyirəm 1-1. Yəni belə bir şey gözləyirəm, uzaq 2-1. Amma yenə də risk eləməyə dəyməz əslində. Yəni az pul atanlar 1-5 üst oynaya bilər və ya 2 də oynaya bilər. Amma biz çox risk eləmədən 3-5-6 oynuyoruz. Hal-hazırda 1.14 əmsaldır. Sonuncu oyunumuz, 5-ci oyunumuz Fatih Qaragümrüklə Fenerbahçe oyunudur. Bu oyuna mənim təxminim Fenerbahçe'nin qələbə qazanacağıdır. Amma yenə də deyirəm, bundan qabaqki 4 oyunu yazmağınız daha məsləhətlidir. Fenerbahçe'ni məsləhət görmürəm yazasınız da. 4 oyun yazsaz bəs edir, kifayət edir. Amma riski sevənlər, əmsalın çox olmağını istəyənlər Fenerbahçe'nin qələbəsini ata bilər. Prosa yenə də deyirəm, %70'dir bunun gətirmə şansı. Çünki Fenerbahçe'nin əsas 5 oyuncusu yoxdur. Zədəlidirlər. Ona görə də yəni riski sevməyən insanlar bu oyunu yazmasın. Yəni belə deyim də, ondan çox pul atanlar 4 oyunu yazsın. Yəni Fenerbahçe'ni risk eləməsin. Amma 1-2 manat atırsınızsa problem yoxdur. Fenerbahçe'nin qələbəsini yoxlaya bilərsiniz. Hal-hazırda Fenerbahçe'nin qələbəsi 1.43 əmsaldır. İstəyənlər 2 üstü yoxlaya bilər. Yəni bundan qabaqki 4 oyundan hardasa %80-90% əminəm. Amma %100 yox da. Yəni futboldur. Burada hər şey ola bilər. Yəni 3-4 əmsallıq oyunu tutub 1-5-1-3 əmsallıq oyunda yandıra bilərsiniz. Yəni o qabaqcadan deyim ki, %100 heç nə yoxdur. Bu sadəcə mənim təxminlərimdir, sizlə bölüşürəm. Fenerbahçe oyununa 2 üst ata bilərsiniz. Fenerbahçe'nin qələbəsini ata bilərsiniz. Sizə 5 oyun verdim. Və bunların hansını istəsəz seçib yaza bilərsiniz. Problem yoxdur. İstəyənlər 5 oyunun 5'ini də yaza bilər. Dediyim kimi riski sevənlər üçün də kupon deyəcəm hal-hazırda. Riski sevirsinizsə və pul az atırsınızsa belə yaza bilərsiniz. Olimpik Marsellə Oser oyununa yaza bilərsiniz 2-5 üst.
və ya Olimpik Marselin qələbəsi. Ən ideal, yəni risk edirsə Olimpik Marselin qələbəsi. Alaves Villarreal oyununda riski sevənlər üçün Villarrealın qələbəsi. Torino Parma oyununda bu oyunda mən X gözləyirəm. 2x yaza bilərsiniz. Yəni Parma uduzmayacaq. 4-cü oyunda Clement Po riski sevənlər üçün deyirəm hal-hazırda 2-5 üst. Fatih Karagümrük və Fenerbahçe oyununda da riski sevənlər 1-5 üst Fenerbahçe'nin qələbəsini yazıb yoxlaya bilərlər. Məndən bu qədər. Hamınıza uğurlar arzulayıram. İlk öncə mərc saytlarından, mərcdən uzaq durmağınızı tövsiyə edirəm. Əgər oynayırsınızsa da qanuni mərc saytlarında oynamağınızı məsləhət görürəm. 18 yaşına çatmamış şəxslər mərc və mərc saytlarından uzaq olsun, ciddi şəkildə tövsiyə edirəm. Çünki heç məsləhət deyil. İçi qarışıq mən olmaqla mən də mərc eləmirəm. Sadəcə təxminlər edirəm, statistikalara baxıram, analizlər edirəm və fikirlərimi sizlə bölüşürəm. Yəni belə, ümumiyyətlə bacardığınız qədər uzaq durun, oynayırsınızsa da qanuni saytlardan oynayın və belə deyim də az pul ilə oynayın, çox pul atmayın, məsləhət deyil. Çünki bu futboldur. Burada hər şey ola bilər. Kanalımıza abunə olmağı və videoyu bəyənməyi unutmayın, zəhmət olmasa. Bir də kanalımıza qoşulmaq istəyənlər Telegramda girib kupon 137 yazıb kanalımıza qoşula bilər. Sağ olun, salamat qalın.